Ekran görüntüsü hər kəsdə varmı? Bugünkü dərsimiz olacaq Var. məntiq əməllər. Zəhmət olmasa dəftərinizə qeyd edin məntiq əməllər. Məntiq əməllər çalışacağım ki, ən rahat yolları ilə izah edeyim. Bir də məntiqini özünüz tutmağa çalışın. Yəni məntiq əməl belə bir şeydir ki, onu əzbərləməklə olmur. O qədər düsturlar var, onları əzbərləməyin. Çalışın elə həqiqətən də məntiqini tutun. Deməli uşaqlar, riyazi əməllərdə olduğu kimi məntiqi əməllərin də öz növləri var. Bunlara nümunə üçün implikasiyanı, ekvivalensiyanı, inversiyanı, konjunksiyanı, disjunksiyanı nümunə göstərə bilərik. Deməli, məntiqi əməllərin 5 dənə növü olacaq. Amma bunları biz ardıcıl şəkildə öyrənəcəyik. Çalışın ardıcıl. Məsələn, mən belə deyim, tələbə vaxtımdan onu ardıcıl şəkildə beynimə yerləşdirmişəm. Həqiqətən də gecə saat 4-də belə oyatsalar ki, məsələn, inversiya nədir, əzbərə bilirəm. Konjunksiya nədir, əzbərə bilirəm. O cədvəl mənim gözümün qabağında əzbərə qalıb. Bir də ki, bunların əməl ardıcıllıqlarını da bilmək olar, lazımdır. İlk öncə baxaq inversiya. Bax, bir qoyuram, yazıram inversiya. İnversiya. Hamısına aid də bir dənə nümunə yazacağım ki, rahat-rahat bilə biləsiniz. İnversiya. İnversiya, bax, buna məntiqi inkar da deyirlər. Məntiqi inkar. Aha, məntiqi inkar deyirlər. İşarəsi, məsələn, A-nın inkarını bilirəmsə, A yuxarısından xətt, belə bir işarə ola bilər. Bax, bunu bu cür də yaza bilərlər. Sonra A yazar, A yazar. Sol tərəfindən, bax, belə bir işarə qoyar. Bax, bu da A-nın inkarı deməkdir. Daha sonra A yazar, yuxarısından belə apostrof kimi belə bir işarə qoyar. Bax, bu da A-nın inkarıdır. Yadda qalar. Deməli, A-nın inkarını biz 3 formada görə bilərik. A-nın yuxarısında xətt, A-nın sol tərəfində belə bir işarə ilə, A-nın yuxarısında nida işarəsi ilə. Aydın uşaqlar. Ve Aha. yani. Məsələn yazar ki, A-nın inkarı, bax bura yazar not, mötərəzə A. Bu nə deməkdir? Yəni A-nın inkarını ver. A-nın inkarını mən istəyirəm bu cür yazıram. Və yaxud da istəyirəm bu cür yazıram. Və yaxud da yazıram bax belə, belə bir A. Bu oldu A-nın inkarı. Məsələn, nümunə göstərirəm, yağış yağır. A mülahizəm yağış yağır. Həqiqətən də məsələn çöldə yağış yağır. Mülahizəmin inkarı nədir? Yağış yağmır. Deməli, mən yazmalıyam ki, not A da düz deyil. Not A, yəni həmin ifadəni inkara çevir. Nədir? Əməli daha asandır. Bundan başqaya ehtiyac yoxdur. Cədvəlini qursaq ki, bunun cədvəli, məsələn, baxırın uşaqlar, A mülahizəm var. A mülahizə, qoyun bir dənə, belə bir cədvəl qurum. A var, bir də A-nın inkarı var. A-nın inkarı. Hər bir ifadədə olduğu kimi var, yəni siqnal var, siqnal yoxdur. Varın inkarı nə olar? Yoxdur. Yoxun inkarı nə olacaq? Var. Aydındır. Yadda qalar. Bax bunun cədvəli. Bir, yəni true. True'nun inkarı nədir? False. False. İnkarı nədir? True. Aydın oldu. Bu oldu inversiya. Yadımızda saxlayırıq. Məntiqi inkarda deyirlər. Daha sonra olacaq konjunksiya. Konjunksiya. Ardıcıllıqla keçirəm. Bu misallarda da ardıcıllığı bu cür işləyəcəksiniz. Konjunksiya. Deməli, birinci həmişə inkarı, sonra konjunksiyanı, sonra Dizüksiyaya disjunksiyanı, gəlir. bəli, ondan sonra implikasiya, ekvivalensiya bu cür ardıcıllıqla keçəcəyik. İndi təbii ki, birazdan yenə də təkrar deyəcəm. İkincisi isə olacaq konjunksiya. Konjunksiya. Bu oldu konjunksiya. Bu konjunksiya məntiqi vurma kimi də yaza bilərsiniz bir yerdən. Məntiqi vurma. Məntiqi vurma. Bunu biz ənd kimi görmüşük misallarımızda indiyə kimi, düzdür uşaqlar? Və yaxud da və kimi də görmüşükmü? Ənd kimi görmüşük, bir də və kimi. Bəli. Bunun öz işarəsi isə, öz işarəsi bax budur. Bax, öz işarəsi budur. Yadımızda saxlayaq. Bircə dənə işarəsi var, o da budur. Bu da oldu konjunksiya. Bunun doğruluq cədvəlinə baxanda isə
Konyuksiyanın doğruluq cədvəlinə baxanda, baxın belə bir cədvəl çəkim. Cədvəl çəkək. Yazıram ki, bir dənə məsələn A mülahizəsi, bir dənə də B mülahizəsi. Daha sonra A mülahizəsi ilə B mülahizəsinin konyuksiyası. Bax, A mülahizəsi var. Tutaq ki, yağış yağır. B mülahizəsi. Klaviatura giriş qurultusudur. Fərqli-fərqli mülahizələr verdim, düzdür. A ilə B-nin də konyuksiyasını bizə. İndi məntiqi olaraq da həmişə hər ikisinə də fikirləri bərabər veririk. Bax, doğru fikir, doğru fikir. Yanlış fikir, yanlış fikir. Doğru, yanlış, doğru, yanlış. Həqiqətən də A mülahizəsində 2 doğru, 2 yanlış var. B mülahizəsində 2 doğru, 2 yanlış var. Bura kimi ümid edirəm ki, aydındır. Bax, bu xətti nə gözəl çəkdim mən belə. Siz qəşəng səliqəli çəkərsiniz. İndi bunların ara xəttlərini qoyum. Siz bu cədvəl səliqəli çəkərsiniz. İndi gəlirəm. Dediyək ki, məntiqi vurma kimi düşünək. Biri birə vuranda nə eləyir uşaqlar? 1, 1, Biri sıfıra vursam, 0, 0, sıfırı birə vursam, 0, sıfırı sıfıra burası 0, vursam, 1. sıfırı sıfıra vuranda bir eləyir. 0. 0, 0. bəli. Nə qəşəngdir bu, nə qəşəng qızsan sən belə. Nə qəşəng qızsan sən belə. Aha. Deməli uşaqlar, buradan belə bir nəticəyə gəlir ki, biz buna məntiqi vurma kimi deyiriksə, bax A mülahizəsinə deyirəm ki, klaviatura giriş qurultusudur. B mülahizəsinə deyirəm ki, nə bilim skaner çıxış qurultusudur. Onda bir də mülahizə olur ki, yalnız doğru olanda doğru verir. Qalan Ay yaşa, hallarda yanlış. ay yaşa. Deməli Çünki buradan mən belə tezə bir şey keçmişəm, formalaşır ki, ənddə, yəni konyuksiyada, məntiqi vurmada, konyuksiyada bütün cavablar doğru olanda cavab doğrudur. Qalan bütün hallarda yanlışdır. Necə ki biz Pythonda ənddə məsələn deyirdik 3 5-dən böyükdürmü? Yox, false alırdım. Deyirdim ki, uşaqlar ənddir, dalına baxmağa ehtiyac yoxdur. Yadınıza düşür? Bu həminki şeydir. Deməli, konyuksiyada bütün ifadələr vacib deyil ki, 2 dənə ifadə A, B olsun. Mən buradan bir dənə də C ifadəsi də düzəldə bilərəm. Neçə dənə ifadə verirsə versin, bütün ifadələr doğru olanda, yəni true cavabını alanda cavabımız doğrudur. Qalan bütün hallarda cavab yanlışdır. Aydındır. Bir yanlışımızın olması kifayətdir ki, bütün cavablar yanlış olsun. Məsələn, bir sıfırı 5-ə vur, 10-a vur, 100-ə vur, dalbadar neçəyə vurursan vur, cavabımız 0 olacaq. Düzdürmü? Düzdür. Yadda qalar. Tutabildiniz bunun mövzusunu. Tamam, babasın. Aha. Lap yaxşı. Elə asan idi deyə 0-ı 0-a vurduq, 1 aldıq. Üçüncü yazdıq. O nəzər almayın. Dizyuksiya. Dizyuksiyada məntiqi toplama yazın. Məntiqi toplama kimi baxaq. Toplama. Buna biz or kimi də indiyə kimi qarşımıza çıxıb və yaxud da elə biz buna üstə gələk kimi də baxmışıq. İzah eləmişəm. Bunun işarəsi isə uşaqlar. Bax, dizyuksiyası. Dizivizin üstünə keçirdəndə Yuxarı qoy, hə. yuxarıya. Mən onu öz dizlərimdən, ayağımın üstünə keçirdəndə belə pis çıxmasın, belə o gilasın ağacı kimi durur. Düzdür? Düzdür. Bax, bunu bu cürdə. Mən nə deyim? Mən belə yadımda saxlamışam. Çünki o qədər işarə var idi, tələbə vaxtı kodlaşdıra bilmirdim beynimə. Bu cür yadımda saxladım. Deməli oldu dizyuksiya. Məntiqi toplama. Orada deyə bilərsiniz, işarəsi də budur. Qarışdırmamağı tövsiyə edirəm. Ondan indi gələk bunun doğruluq cədvəlini qurmağa, doğruluq cədvəlini. Yenə də bir A mülahizəsi kimi düşünürəm, B mülahizəsi kimi düşünürəm, A-la B-nin dizyuksiyasını düşünürəm. Yenə də baxın uşaqlar, hər ikisinə doğruları da, yanlışları da bərabər sayda vermək məcburiyyətindəyik. 1, 1, 0, 0, yəni doğru, doğru, yanlış, yanlış, doğru, yanlış, doğru, yanlış. Biz buna dedik ki, məntiqi toplama kimi. Birin üstünə 1 gələndə, yəni doğrunun üstünə doğru gələndə nə olar? Doğru. Doğru.
Doğrunun üstünə bax, birin üstünə 0 gələndə. Doğru. Sıfırın Doğru. üstünə 1 gələndə. Doğru. Yanlışın üstünə yanlış, yəni sıfırın üstünə 0, Yanlış. 0. Yanlış və Da belə yanlış. bir qərara gəldik ki, deməli Hı. əndin tərsidir. Bütün cavablar yanlış olanda cavab yanlışdır. Qalan bütün hallarda cavabımız dizyuksiyada doğru olacaq. Bir də təkrar edirəm. Yalnız bütün cavablar, yəni 10 dənə mülahizə varsa, onu da yanlış olarsa cavabımız yanlışdır. Qalan bütün hallarda cavabımız nə olacaq? Doğru. Bir dənə doğrumuzun olması kifayətdir ki, nədir? Cavabımız doğru olsun. Buna məsələn A mülahizəsinə desəm ki, qələm, B mülahizəsində də deyərəm ki, məsələn kitab. Səbinədən xahiş edirəm ki, Səbinə, zəhmət olmasa mənə qələm və ya kitab gətir. Gedir o bir otaqdan Or qələmi tapır, kitabı tapa bilmir. Oradan yazacağım da müəllimlə. Təbii ki, qələm və ya kitab dedim də. Bax, qələmi də tapdı, kitabı da tapdı. Gətirdi, dedim, əla. İkisini də gətirib. Getdi, qələmi gətirdi, kitabı gətirmədi. Deyirəm ki, bala, kitab hanı? Deyir ki, müəllim, siz mənə dediniz ki, qələm və ya kitab. Siz mənə demədiniz ki, qələm və kitab. Başa düşdünüz nə demək istəyirəm? Yəni, mənim Bəli. dilim qısadır. Məcburam qəbul eləməyə. Gedir, qələmi tapmır, kitabı gətirir. Yenə də eyni söz deyir ki, siz mənə demədiniz ki, konkret filan filan. Siz mənə dediniz ki, ya o, ya bu. Ona görə yenə də gedir, heç birini tapmır, deyirəm, yaratmaz. Yadda qalar. Bax, bu da olacaq bizim dizyuksiyamız. Dizyuksiya əndin, yəni konyuksiyanın tərsi olacaq. Konyuksiyada dedik ki, bütün cavablar doğru olarsa, cavab doğru. Doğrudur. Qalan hallarda Yalan da yalandır. Burada yanlışdır. isə Bəli, dizyuksiyada isə bütün cavablar yanlış olarsa cavab yanlışdır. Bir qalan dənə doğrumuzun olması kifayətdir ki, orada cavabımız doğru olsun. Deyəsən bu üçüncü idi. Hə, notu dedim, inversiyanı, konjuksiyanı dedim, bir də dizyuksiyanı dedim. Dördüncü olaraq implikasiyanı implikasiya. deyəcəm. İmplikasiyanı. Baxın, siz də qeyd edin bir yerdən. İmplikasiya. İmplikasiyanın işarəsi uşaqlar. A və A. Ya bax belə qoşa xətt, belə bir işarə görərsiniz. B. Bu cür görə bilərsiniz. Və yaxud da A, belə bir ox B görərsiniz. Bax bu Bir olacaq. dənə olur. Bir oxla olur indi müəllim. Necə? Bir oxla olur. Yəni iki Hər ox ikisi yoxdur. ilə də olur. Hər ikisi ilə də qarşıma çıxa bilər imtahanda. Yaxşı. Yəni bu olacaq Hə. implikasiyanın işarəsi. Bax bunları qeyd eləyin. İmplikasiyada gəlin bunun doğruluq cədvəlini qurum, ona uyğun danışaq. Bax yazıram bura A ifadəsi, B ifadəsi. Sonra A-la B-nin implikasiyası. A-nın B-yə implikasiyası. Təbii ki, bu xəttləri də çəkim. Yenə də bir, yanlış, yanlış, doğru, yanlış, doğru, yanlış. İndi baxırıq. Doğru, yanlış, doğru, yanlış. Bir bir yazacağım. 0 yazacağım. 1 yazacağım. 1 yazacağım. İndi bura diqqət eləsək, baxdıq ki, yalnız ikinci ifadə yanlış olanda cavab yanlış oldu. Qalan bütün hallarda cavab doğrudur. Bax, qeyd edin. İmplikasiyada, məntiqi implikasiyada yalnız ikinci ifadə yanlış olanda, bax, ikinci ifadə dedim, ha, birinci ifadə demirəm. İkinci ifadə yanlış olanda cavab yanlış. Yanlış. Qalan bütün hallarda cavab doğrudur. Deməli, buradan da belə məlum olur ki, əgər cavab A-dırsa, onda B-dir. Məsələn, belə deyirəm. X 9-a bölünürsə, onda deməli 3-ə də bölünür. Düzdür? X 9-a bölünürsə, deməli 3-ə də bölünür. Buna başqa nə cür deyə bilərdim? Başqa nə kimi nümunə göstərə bilərəm implikasiyaya? Yağış yağır. Yağış yağır, yer yaşdır.
Hə, məsələn, bax bura deyirəm ki, yağış yağır, A ifadəsi yağışın yağmasıdır, B ifadəsi də yerin yaş olmasıdır. Yağış yağır, yer yaşdır. Düzdür. Düzdür? Yağış yağır, yer yaşdır. Doğrudur. Sonra yağış yağır, bax axıra qayıtdım, fikir verin. Yer yaşdır. Bu da doğru olar. Aha. Hı -hı. Yağış yağmır. Üzr istəyirəm, səhv izah elədim. Bağışlayırız. Bir dənə bu xəttləri götürüm. Təkrar qaydım bu hissə, səhv dedim. Aha, yağış yağır, yer də yaşdır. Yağış yağır, yer də yaşdır. Doğru. Hə, yağmır, yer yaş Yağış deyil. O da yağmır, yer yaş deyil. Yenə düz danışdım da. Yağış yağmır, yer də yaş deyil. Doğrudur. Sonra yağış yağmır, yer yaşdır. İndi deyəsiniz ki, ay müəllim, yağış yağmırsa yer necə yaş ola bilər ki? Bəlkə uşaqlar, mən vedrə su tökmüşəm. Doğru ifadədir də, düzdür? Hə? bəli, İkinci düzdür. ifadəyə yağış yağır, yer yaş deyil. Başına döndüyüm göydən şarhaşar yağış tökür. Yer nətər yaş olmaya bilər? Elə bir şansımız var. Xeyr. Deməli, buradan da belə bir məlumu beynimizdə saxlayırıq. Birinci ifadə doğru. İkinci ifadə yanlış olanda cavab yanlışdır. Qalan bütün hallarda cavab doğrudur. Bax, normal məncə elə bilirəm ki, izah eləyə bildim. Bax, yağış yağır, yer yaşdır, doğru danışdım. Yağış yağır, yer yaş deyil. Nətər ola bilər? Deməli, yalan danışdım. Yağış yağmır, bax, sıfırdır deyə, yağış yağmır, yer yaşdır. Əlimdəki qabı yerə tökmüşəm, yer ona görə yaş olub. Motorla həyəti sulamışam, yer yaşdır. Sonra yağış yağmır, yer də yaş deyil. Deməli, mən doğru danışdım, həqiqətən. Aydındır, yadda qalar bu da. Bəli. Hı -hı. Daha sonra en sonuncusu, dördüncü de yazdım. En sonuncu olan ekvivalensiya. Bu en rahatıdır. En rahatı da ekvivalensiyadır. Yazırıq 5-ci. Ekvivalensiya. En beşincisi ekvivalensiya. Ekvivalensiyanın işarəsi isə buna ekvivalent kimi də yəni qarşımıza çıxa bilər ekvivalentlik. A, B. A'nın B'ye ekvivalenttir. A yani B'ye ekvivalenttir. Beraberdir. Burada Eyni deyil müəllim o. Eyni demək deyil. bəli, ekvivalenttir. A B'dir, B də A'dır. İndi izah eləyəndə tutacaqsınız yenə də. Bax, burada da yenə də A ifadəsi, B ifadəsi. A'ya 1 verirəm. 1, 1, 0, 0. 1, 0, 1, 0. A'nın B'ye ekvivalentliyi 1'e 1, 1 yazdım. 1, 0, 0 olacaq. 0, 1, 0, 0, 0, 1. Buradan da belə məlum olur ki, eynilər 1 alacaq, fərqlilər 0. Doğruya doğru. Hər ikisi də eynidir. 1 alacaq. Aha, doğru. 0'a 0. Yəni hər ikisi də eyni. Yenə doğrudur. Yenə doğrudur. Fərqlilər 1'ə 0, 0'a 1, hər ikisi də yanlışdır. Yadda qalar. Yəni, Hər ikisi doğrudursa cavabımız 1 olacaq. Hər iki ifadə fərqlidirsə cavabımız yanlış olacaq. Ümid edirəm ki, bu da kifayət qədər aydın oldu. İndi isə uşaqlar, məntiqi əməlləri bir daha gözdən özət keçirdək. Məntiqi əməllər, riyazi məntiqi əməllər 5 dənə olacaq. İnversiya, konjuksiya, dizjuksiya, implikasiya, ekvivalensiya. Məntiqi ardıcıllıqla da həmişə birinci inversiyanı həll eləyəsiniz, yəni inkarı həll eləyəsiniz. Təbii ki, birinci mötərəzə varsa olar, ondan sonra not inkar həll olacaq, inversiya. Daha sonra olacaq konjuksiya, yəni and, məntiqi vurma. Ondan sonra olacaq or, yəni dizjuksiya, məntiqi toplama. Sonra olacaq implikasiya, daha sonra olacaq ekvivalensiya. İnversiya dedik ki, məntiqi inkardır. Not A'dırsa A'nın inkarı, B'dirsə B'nin və yaxud da 1'dirsə 0'dır, 0'dırsa 1'dir. Konjuksiyada dedik ki, bütün cavablar doğrudursa cavab doğrudur. Qalan bütün hallarda yanlışdır. Vurma kimi başa düşdük bunu.
Dizyuksiyada Deduksiya isə tərsi. dedik ki, bəli, tərsi. Bütün cavablar yanlış olarsa cavab yanlışdır. Qalan bütün hallarda cavabımız doğruydu. İmplikasiyada da isə dedik ki, birinci ifadə doğru, ikinci ifadə yanlış olarsa cavab yanlışdır. Qalan bütün hallarda cavabımız nə idi? Doğru. Doğrudur. Ekvivalensiyada isə dedik ki, eynilərə 1, fərqlilərə isə yanlış cavab verdik. Ümid edirəm ki, beynimizdə qısa da olsa konspektləşdirə bildik. Sonra uşaqlar, indi suallarda görəcəksiniz belə bir işarələr. Məsələn, yazır ki, belə bir D-ya oxşayan belə bir işarə çəkir. Belə bir işarə. Məsələn, bura yazır A, bura yazır B. A ifadəsinə yazıram ki, məsələn, A ifadəsinə elə belə beynimizdə saxlayın. Klaviatura giriş qurusudur. B ifadəsi bu A-nın olsun. B ifadəsinə də yazırıq ki, B ifadəsində də yazaq. Yazaq ki, skaner giriş qurusudur. İkisinə də yazım ki, indi bax gəldik. Bu işarə, bax bu işarə konjunksiyanın işarəsidir. Bununla bunun heç bir fərqi yoxdur. Bax konjunksiya. İndi A ifadəsi klaviatura giriş qurusudur. Doğrudur, yanlışdır? Doğrudur. Doğru. Deməli 1-dir. Skaner giriş qurusudur. Bu da doğru. Yanlış. Doğrudur. Doğrudur. Doğruya doğru mənə nə verməlidir? Yəni A-la Doğru. B-nin konjunksiyası mənə 1-i verməlidir uşaqlar. Yəni doğru Bəli. verməlidir. Bu işarəni görsəniz bilin ki, bu nə olacaq? Konjunksiyanın işarəsidir. Elə bil ki, ağzını çevirib nöqtə bitir. Bəli, bəli. Elə Hə. Sonra belə bir işarə görəsiniz. Testlərdə görəcəksiniz. Sanki belə bir əyri kimidir. Buradan belə bir şey gəlib. Bax belə bir şey. Üçbucaq kimidir. Amma bu hissələr belə tinlidir. bu da deduksiya tərsidir. Bəli, bu da dizyunksiyanın tərsi olacaq. Bax, bu da dizyunksiyanın. Həminki bayaqki ifadələri götürsəydim, məsələn, A giriş qurusudur. Yenə də bax, belə yazacaq. A, məsələn, burada B yazacaq. A-ya, B-yə biz bayaqlar doğru ifadə vermişdik. Məntiqlə Doğru düşünürəm ki, olacaq, doğrudur. yenə. Deməli, yenə də A-nın B-yə dizyunksiyası mənə yenə də 1-i verəcək. Yox, mən orada məsələn desəydim ki, konkret 4 dənə giriş qurusu var A ifadəsinə. 4 dənə giriş qurusu var. Printerin növləri yoxdur. Sizcə İkisi cavab də nə yanlış. olmalıydı? İkisi də yanlış ifadədir. Məntiqlə düşünürəm ki, Yanlış olacaq. o qədər giriş qurusu var ki, o qədər. Gündə də bir icad olunur. Kim deyə bilər ki, 2 dənədir, 3 dənədir, 5 dənədir. Sonra printerində niyə növ yoxdur? 2 dənə növü var. Zərbli, zərbsiz deyə növü var. Bu modeli yoxdur. Deməli, hər ikisinin də cavabı yanlış idi. Yanlışın yanlışa olan dizyunksiyası bizə yanlışı verməli idi. Aydındır? Bəli. Aha. Mənim birinci çəkdiyiniz nə idi? O ay para kimi, yarım ay kimi nə idi? Məntiqi vurma. Məntiqi vurma. Yəni konjunksiya. Bu isə oldu dizyunksiya. Aydındır? Sonra olardı ki, ola bilərdi ki, qarşınıza belə bir işarə çıxardı, üç bucaq kimi. Uç hissəsində sanki belə yumru kimi belə bir şey var. O sıçanın burnu kimi, mişin burnu kimi. Bax, buna da inkar. İnkardır. Aha, inversiya kimi. Məsələn, A-ya bayaqlar nə dedik? 1, 1 demişdi. İndi nə Hə. deməlidir mənə? A-nın inkarını. 0. deyil. Yəni A-nın inkarını verməli idi. Bu da belə. Daha sonra uşaqlar sizə belə bu qədər sadə misallar düşmür. Ki deyəm ki, əşi bunu bilməyə nə var ki? Bu bizim belə deyək də isidici hərəkətlərimiz idi. İndi məsələn nümunə bir dənə elə belə nümunəyə baxaq ki, bizə məsələn belə bir misal verir. Oy. A ox işarəsi qoyur. B. Bu ox işarəsi nəyin işarəsi idi? İmplikasiya. İmplikasiya. Ay yaşa, implikasiyanın. Sonra belə bir işarə qoyur. O nəyin işarəsi idi? A. Topla üst üstə toplanma. Deduksiya. Bəli, belə bir işarə qoyur. Bu nəyin işarəsi Sonra idi? konjunksiyanın. Hə, belə bir şey deyir, bu misalın nəticəsini mənə de. Təbii ki, variantlarda da çox şey görəcəksiniz. İndi gəlir inşallah. Diqqətli olaq. Həmişə bu tipli misallarda mən çalışıram ki, məsələn, bu üstəgələ idisə, bunun üstünə bir dənə üstəgələ atım ki, gözüm görsün. Bu vurmadırsa, bir dənə vurma işarəsi atıram ki, burada da gözüm görsün. Sonra bax, neçə dənə ifadə var? A ifadəsi, B ifadəsi. 2 dənə ifadə var. Yazıram A ifadəsi,
Bir dənə də B ifadəsi. A ifadəsini yazandan sonra A-nı yazdım, B-ni yazdım. Sonra biz dedik ki, məntiqi olaraq birinci nə icra eləməliydim? Əvvəl konjunksiya gəlir, sonra disjunksiya gəlir. Konjunksiya. Deməli yazmalıyam A-nın, düzdür? A-nın B-yə konjunksiyası. Bunu yazmalıydım birinci. Yəni birinci mən bunu icra eləməliyəm misalda. Daha sonra nə etməliydim? Disjunksiyanı eləməliyik. B-nin Disjunksiya alınan nədir? nəticəsini. Bəli, B-nin alınan nəticəyə disjunksiyası. Bax yazıram B, disjunksiya, bax bu alınan nəticə. Bax, yəni A, konjunksiya B. Başa düşə bildiniz, niyə belə oldu? Bəli. Hə. Daha sonra, bax mən bu nəticəni ümumi də almışamsa, alandan sonra A-nın bu ümumi nəticəyə İmplikasiya. nədir, implikasiyasını eləsəm olarmı? Yazıram. Mən burada mötərizə yoxdur axı, niyə belə oldu? Niyə bayaqlar bəs demədim, əməllər ardıcıllığında necə olmalı idi birinci? Yo, ardıcıllığı bildim. Hə. Niyə A-nın B-yə disjunksiyası olmadı da bildiniz necə? Yəni Qızım, B-nin sən bunu 2 dəfə niyə işlədin? Sən bunu bir dəfə işlətmisənsə, bu B-ni bu nəticə ilə topla. Bax, riyaziyyatda da belə yazmısan. Yazıram 5, üstə gələk 4, vurulsun 7. Nətər icra eləyirsən? Birinci bunu icra eləyib, sonra 5-in üstünə həmin nəticən gəlmirsən. Aha. Eyni şey deyil. Hə, bildim. Dəqiq bildin. Hə, bildim mənim. Tamam. Başa düşdüm. İndi yazıram A-nın bu alınan nəticəyə, baba bu nəticəyə artıq nəyi? İmplikasiyası. İndi bura nə yazacağım? Müəllim, onda şəxsə verəcək də A doğrudur ya B doğru. İndi bəs səhərdən mən necə onlara ifadə verirdim? Nə cür vermişdim? Hə, doğru və ya yanlış Aha. olduğuna görə. İndi də yenə də eyni şeyi sən verəcəksən. Bax, məntiqi olaraq yazıram indi. 2 dənə ifadə var deyə, 2 dənə ifadə var deyə 4 dənə dəyişi verəcəm. 3 dənə olsaydı neçə dənə verərdim? 6 dənə. Xeyr, 2-nin Al. qüvvətləri ilə işləyirik biz. 8 dənə. Aha. Bax, A-ya yazacağam 1, 1, 0, 0. B-yi yazıram 1, 0, 1, 0. Hər ikisinə də ədalət olaraq 2 dənə doğru, 2 dənə yanlış. Mənim bu üstdən aşağı xətt çəkməklərimdəki konsertdir də qəşəkcədir. Aha, indi baxıram uşaqlar. Birinci nəyiz? A-ya da B-yə də dəyər vermişəm. A-nın B-yə konjunksiyası mənə nəyi verir? Biri Yalnız doğrularda doğru verir, qalan bütün hallarda 0. Bəli, biri 1-ə vurdum 1, biri 0-a 0, 0-ı 1-ə 0, 0-ı 0-a 0. Artıq nəticəni almışam. Və diqqətli olun. B-nin bu alınan nəticəyə, yəni bax buna, bunun buna nəyi? Disjunksiyası. Birin üstünə bax, bu birin üstünə bu biri gəllə. 1. 0-ın üstünə 0 gəllə. 0. Birin üstünə 0 gəllə. 1. 0-ın üstünə 0 gəldim. 1. Bu da aydındır. Aha. İndi isə uşaqlar, A-nın, bax bunun, baba bunun, ümumi Müəllim, buna, bəli. 0 gəlir, 1 Hə, hə, yazdı. hə. Bir yaz, hə, mən deyirəm. Dünya dağılmadı ki, yaxşı nə oldu buna? Pötdü, öldürmüşlər mən. Hə, A-nın bu ümumi nəticəyə, A-nın bu ümumi nəticəyə olan implikasiyası. İmplikasiyada da nə dedim? Birinci ifadə doğru. İkinci ifadə İkinci. yanlış olanda cavab yanlışdır. Qalan bütün hallarda doğrudur. Baxıram. Birinci ifadəm budur. İkinci ifadəm budur. İkisi də deməli cavab nədir? Doğru. Birinci ifadə doğru, ikinci ifadə yanlış. Yanlışdır. Yanlış. Qalan bütün sıfırın 1-ə doğru, sıfırın 0-a yenə də doğru. Aydındır nə demək istədiyim? Biraz bunları Aydın. silim ki, səliqəlik olsun, siz də rahat şəkildə görə bilin. Ümid edirəm ki, başa düşə bildik. Biraz diqqət tələb eləyir bu, yəni başqa. Ki, bilməlisiniz ki, nəydən, hardan hara getməlisiniz. Hələ bu harasıdır ki? Bilirəm, müəllim, mən təzə keçmişəm universitetdə bunları. İmtahan verəcəm ayın axırı. Sən 4-cü kurssan? Yox, mən bitirmişəm. Burası transfer olmuşam deyə kəsirləri Hə, deyirəm. alt qrupun imtahanlarını verirsən? Hə, müəllim.
Heç nə, eyb yox, olsun. Hə. İndi tutaq ki, bax belə bir şey, indi bunu yaza bilərsiniz də belə bir şey düşsə. Bəli. Hı -hı. Bir dənə mötərizəli də yazardıq da müəllim. Birini də yazaq, yaxşı. İndi bu dəfə C-lisin verəcəm. Yazıram ki, A A-nın B-yə ekvivalentliyi, B-nin C-yə disjunksiyası, C-nin C-nin inkarına, bax diqqət olun, C-nin inkarına. Sonra da nə yazım bura? Da bəsdir, kifayət qədər yazdım məncə. Hə, yazaram ki, burada C-nin inkarının B-yə, bax belə bir şey yazdım. Fikir verin, fərqli-fərqli bir şeylər yazmışam. Bax, belə bir misal verir ki, bunu həll elə. Bunu həll eləmək üçün yenə də qorxmayın misaldan. Bax, bura bir üstəgələk yazıram ki, bilim ki, bu üstəgələkdir. Buna bir vurma yazdım, buna da bir vurma yazdım. Baxıram, neçə dənə ifadəm var? 3 dənə ifadəm var. A, B, C. İndi deyəsiniz C-nin inkarzadı. Heç də tələsməyin. Hələ birinci təsdiqləri yazıram. A-nı yazdım, B-ni yazdım, C-ni yazdım. Daha sonra mən baxdım ki, C-nin inkarı da var. C-nin inkarını da yazdım. Birinci bax, belə bir xəttləri çəkim. Aha. Uşaqlar, neçə dənə ifadəmiz var? 3 dənə ifadəmiz varmı? A, B, C. İndi A, B, C-dir deyə yazıram. 8 dənə olmalıdır. 4 dənə 1, 4 dənə 0. Bəli, 4 dənə, 4 dənə. Yazıram doğru, 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 yanlış, 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 yanlış. 4 dənə. Sonra nə yazacağım? Burada nə yazmalıyam? Ay 1, imtahan 0, 1, 0. Niyə 1-0 yazım ki? Doğru, doğru, Doğru yazıldı. yanlış, yanlış. Doğru, doğru, yanlış, yanlış. Yazsan olar belə. Oy. Tabii 5 sınırla yazdı. İfadələr dəyişir də. Ben necə yazım? Qayda olaraq elə budur. Həmişə belə olur. Standartdır da bu. Hə. Ne oldu? Ay nədir ki problem? Ay Pərvin. Ama bu 5 sonunda yazılanlar yadımdan çıktı niye böyle oldu? 8 dənə ifadədir də. 8 dənə doğru, doğru, yanlış, yanlış. Doğru, doğru, yanlış, yanlış. Yok bu mesela A'da biri birin karşısında bir, yine birin karşısında bir, onu başa Olsun da düşmem. bala. Dediyək ki, ədalətli olaraq hər ikisində bərabər ifadə verməli deyilsən. Bu 5 sonundaki birleri sıfırları hardan geldi düzmək olardı. Yani 4 tane bir, 4 tane sıfır Yox, olsa. hardan gəlib düzməli deyilsən. Standartıdır bu. Həmişə belə 2 dənə 1, sonra 2 0, sonra 2 1, 2 Bəli, 0 bəli. yazılmalıdır. Bəli. Ha, İndi bir. burada C-də isə olacaq 1-0, 1-0, 1-0, 1-0. Bunun ucu niyə belə yazır? Bura kimdə aydındır? Bəli. Gəldi indi. Baxıram C-nin inkarı. C-nin inkarı nə olacaq? C 1 0, idi. 1, 0, 1, 0, 1. 1, 0, 1, 0. Sonra nədir bu? 1, 0, 1. 1. Bunları da yazandan sonra baxıram uca ardıcıllığa ki, mən birinci hansını icra eləməliyəm burada? İnkarı da eləmişəm. İnkarı da eləyəndən sonra birinci fərqi yoxdur. C ilə B-ni də eləyə bilərsiniz. C ilə C-ni də eləyə bilərsiniz. Məsələn, mən yazıram C-nin, bax C-nin, Əvvəl konjunksiya olmalı deyil. C'nin inkarını olmalı deyil. mən də onu yazıram da, nə yazıram ki? C'nin inkarına. Bax, C'nin B-yə də var da, vurma var. Hər fərqi yoxdur. Hansını istəsən yaza bilərdin. Hər ikisi də vurma deyil. Aha. Aha. Sonra bax C'nin inkarına. Biri sıfıra vururam. 0.
Sıfırı 1-ə vururam. 0. 1-i 0-a. 0, 0, 0, 0. Hamı sıfır deyə Hamısı müəllim. 0 aldı. Çünki doğru yoxdur ona görə. Olsun da. Sonra gəldik. İndi bunu yazandan sonra mən, bax burada C'nin inkarına yazdım. Daha sonra bu alınan ifadənin də B'yə yazmalı deyiləm. Bax, C'nin inkarını aldığım ifadə ilə B'ni, oy, xətti səhv çəkdim. B'yə konjuksiyasını. Bunu da yazıram. İndi baxaq görək. Baxaq görək. Bura 0 idi. 0-ı B, bax bunu buna gəlib vururam. 0-ı 1-ə baxıram ki, burada vurmadı. Hamısından da 0 var. 1 alma ehtimalım var ki, burada. Yox. Yox. 0, 0, 0, 0, 0, 0, 0. Daha sonra bunu da yazdım. Bu aldığım ifadə ilə B-ni cəmləməliyəmmi? Hə, uşaqlar. Bax, bu işarə. Beynin disjunksiya, sonra bu Elə ifadə. birbaşa yazıram ki, belə də yerim çatmayacaq deyə belə yazıram. Amma siz bu ifadə ilə B-nin disjunksiyasını yazmalısınız. İndi baxıram ki, bu ifadə 0-ın üstünə 1 gəlirəm. 0-ın üstünə 1 gələcəm. 0-ın üstünə 1 gələndə 1. 0-ın üstünə 1 gəldim 1. 0-ın üstünə 0, 0. 0-ın üstünə 0, 0. 1, 1, 0, 0. Daha sonra bu aldığım ifadə ilə A-nın ekvivalensiyası. Bax, burada da elə belə ek yazıram. Əslində elə yazmalı deyiləm. Misalın özünü yazmalıyam. Ekvivalensiyası. Ekvivalensiyada nə dedik? Dedik, deməli bizdə məntiqi əməlləri qrafika olaraq göstərdim, sxemlərini göstərdim. Amma bir də görürsünüz ki, Venn diaqramı formasında, şəkil formasında da sizə suallar düşür. Onu o cürdə göstərmək istəyirəm ki, məntiqi əməlləri çoxluqlar üzərində, belə deyək də, hansı təsnif formalar var. Məsələn, var idi ki, inversiya nə idi? İnversiya. Məntiqi inkar. Məntiqi inkar. İndi bax, belə bir xətt mənim dairəm kimi dairə düşməyəcək təbii ki sizə. Ekran paylaşımı varmı? Hə, var. Hə, belə bir dairə düşür, ortasında da bir dənə də dairə düşür, uşaqlar. Dairə düşür. Bir də görürsünüz ki, bax, bunun bu hissələri, bir saniyə, bunu mən fərqli rənglə edeyim. Bunun bax, bu hissələri belə xəttdə olur. Bu hissələri belə xəttdə olur. Hə, bu hissələr xəttdə olur. Məsələn, mərkəzi hissəsi biraz bozulur. İndi ki, bu nəyin, hansı məntiq əməlinin çoxluq üzərindəki formasıdır. Bu bilin ki, bax, bu A-dırsa, bax, bu A-dırsa, mərkəz A-dırsa, bu deməli nə olub çöldəki? A-nın inkarı. Biz normalda A-nın özü olsaydı daxili götürməliydik. Bax, A-nın özü olsaydı biz bax, bu hissəni götürməliydik. Bax, buranı. Buranı götürməliydik. Amma bizdə A-nın inkarını verdiyi üçün, A-nın çöl tərəfini dairələyirik. Aydındır? A-nın çöl. Yəni A-nın özü yox, A-dan başqa hər bir yeri götürə bilərik. Daha sonra, məsələn, ola bilərdi ki, bizə belə bir işarə düşərdi. Bunun rəngi biraz boz oldu. Boz nə idi? Sarı oldu. Bax, belə işarə verər. Bax, fikir versəniz kəsişib. Buna deyər 1A, buna deyər 1B. Bu ortadakı işarə A ilə B-nin kəsişməsidir də, hə, uşaqlar? Birləşmə olacaq. Bax, indi bax, məndən bu hissəni istəyirsə, mən bu hissəyə məntiqi əməl kimi hansını verə bilərəm? Disjunksiya. Disjunksiya yoxsa? Yoxsa konjuksiya mənim ikisinin ortağı, əndə olan hissə. Deməli, bu olacaq A, konjuksiya B. Düzdür? Uraq zaryatkası qutardı. Aha, A konjuksiya B. Deməli, biz buna işarə olaraq məntiqi vurma ənd kimi A, konjuksiya B kimi biz bunu götürə bilərik. Çünki bizdə mərkəzi kimi göstərdi. İndi gələk. Bir də görəcəksiniz, bax, belə bir yenə də buna A deyəcəklər.
Sonra buna B deyəcəklər. Baxıram ki, burada hamısı xəttənib. Onda dizyuksiya olacaq. Aha. Deməli A ilə B-nin hər ikisinin də qarşılığı biz A ilə B-də nə demişdik? Bütün cavablar sıfır olanda sıfır olur. Qalan bütün hallarda doğrudur. Deməli bu nə olmalıdır? Bura olacaq, indi onların üzərində də işləyəcəm ha. Bu olacaq A dizyuksiya B. İndi bunların hər birinə ayrı-ayrılıqda gəlin qaydaq. Bir dənə fərqli qələm götürüm. Aha, A-nın inkarı dedik. Bax, A var, 1-dirsə 1-in inkarı nə olmalıydı? 0. 0-dırsa 0'ın inkarı 1 olmalıydı. İndi burada A var. Bax, burada A var. 1 yazdım. A'nın olmadığı yerə mən 0 verməliyəm uşaqlar. Hı. Aha. İndi gəldik bax burada bu hissədə. A var. B yoxdur. A var, B yoxdur. Burada A yoxdur. B var. Bax, çöl hissəsində A da yoxdur. B də yoxdur. Bu mərkəz hissə var. Ha, bu kəsişən hissə. Burada həm A da var, B də var. Düzdür? Məntiqi tuta bildiniz, nə demək istəyirəm? Hı. Hı -hı. Bu oldu bunun konjüksiyası. İndi gələk dizyuksiyasına baxaq. Dizyuksiyasında yenə də bax. A var, A var, B yoxdur. A yoxdur, B var. A da yoxdur, B də yoxdur. A da var, B də var. Bu cür işarədir. Dizyuksiyada nə demişdik? Demişdik ki, bütün cavablar yanlış olanda cavab yanlışdır. Yəni onu seçmirəm. Qalan bütün hallarda doğrudur. Həqiqətən 1 0-a 1 kimi xəttləmişəm. 1 1 1-i verir deyə xəttləmişəm. 0 1 1-i verir deyə xəttləmişəm. Amma 0 ilə 0 1-i vermir. Yəni yanlış cavab verdiyi üçün çöl tərəf bomboş qalıbmı? Hı. Hə? Daha sonra bir dənə də qoyun. Deməli, mən nə yazdım? İnversiyanı yazdım, konjüksiyanı yazdım, dizyuksiyanı yazdım. Qaldı nə? İmplikasiya. İmplikasiya üçün bir dənə A çəkim, bir dənə B çəkərəm, bir dənə A çəkdim, bir dənə də B çəkdim. Tamam. İndi isə uşaqlar, gəldik bura. A var, B yoxdur. B var, A yoxdur. A-da var, B-də var. A-da yoxdur, B-də yoxdur. Baxın, bunu düzəltdik. Düzəldəndən sonra implikasiyada demişdik, nə vaxt doğru cavab alırdıq? Daha doğrusu, İkinci yanlış olanda, ikinci yanlış olanda yanlış olurdu. Qalan hallarda doğru. bəli, birinci ifadə doğru. İkinci ifadə yanlış olanda cavab yanlış idi. Qalan bütün hallarda doğruydu. Qalan bütün hallarda doğruydusa, deməli 1-in 1-ə olanda cavab doğruymuş. 1-in 0-a olanda cavab doğruymuş. 0-ın 0-a olanda da cavab doğruymuş. Yəni kənar tərəflər də doğruymuş. Bir dənə harda yanlış imiş uşaqlar. Birinci ifadə doğru, ikinci ifadə yanlış olanda. Başa düşə bildiniz? Ben indi başa düşdüm müəllim. Bayaq o birində məntiqi tutanmamışdım. Bir də əndlə orla fikirləşirdim. İndi tam aydın oldu. Kənarları da eləyəndə. Hə, Bəli, bəli. artıq kənar, bax, əndlə orada da, bax, orada da gəlsəydim bu ənddə. Ənddə bax, çöl tərəfi nə vaxt doğru cavab? Hansında ki, cavabı doğru alıram, oranı xəttləyirəm də. Ənddə 1 ilə 1, bütün ifadələr 1 olanda cavab doğru olurdu da. Ona görə də yalnız mərkəzi xəttləmişəm. Digərləri xəttləyə bilmədim. İnkarda A-nın inkarı kənar hissədə, yəni sıfırdır. Oranı ona görə xəttlədik. Sonra gəldik dizyuksiyada. Çöl tərəf ona görə xəttləməmişəm ki, cavab yanlışdır da, 0-0-da cavab 0-da axı. Qalan bütün hallarda doğrudur. İmplikasiyada isə implikasiyada, indi mənim xəttlərim səliqəsizdir, bilirəm. Bir çöl tərəfdə götürülür, B də götürülür, A ilə B-nin kəsişməsi də götürülür. Hansı hissə götürülmədi? B-nin olub da A-nın olub da B-nin olmadığı hissə. Çünki orada demişdik ki, implikasiyada birinci ifadə doğru, ikinci ifadə yanlış olanda cavab yanlışdır. Qalan bütün hallarda cavabımız doğrudur. Bir dənə qaldı nə? Ekvivalensiya. Ekvivalensiyaya aid də bilin çəkirəm. Bu olsun məsələn A, bu da olsun B. Burada baxın A var, B yoxdur. A yoxdur, B var.
A-da var, B-də var. A yoxdur, B də yoxdur. Ümid edirəm, bura kimi aydındır. Xəyala başa düşə bilirsən? Bəli, müəllimə. Aha. Ekvivalensiyada nə demişdik? Demişdik eynilər 1, fərqlilər 0 verirdi. Eynilərimiz hansıdır burada? 1 Orta ilə 1, kəsişəndə bir də bir də ki 0 ilə 0. Yəni kənarlar. Düzdür uşaqlar? Mənim xəttəməyimdən də ki yoxdur. Elə bil ki kuklanın başına tuş qoyublar. Aha. Deməli bax bu da oldu belə. Ümid edirəm ki bax bura yazaq A-nın B-yə ekvivalensiyasıdır bu. Daha sonra bu oldu implikasiya. İmplikasiyada A-nın B-yə implikasiyası. İşarəsini də yazaq. Bu dizyuksiyaydı. Hə, yazmışam da yuxarısından bunu. Belə. Bu hissəni də dedim. Buradan qalan hissələrimiz məntiqi cəbrin əsas qanunları. Bunun düsturları var kitabda. 11-ci sinif dərsliyində var. Kifayət qədər də düsturdur. Qanun formasında verilib, ənd formasında verilib, yəni konjuksiya üçün, bir də dizyuksiya üçün verilmiş. İndi istəyirsiniz, buradan mən yazıram, amma kitabdan da siz yazarsınız. Məsələn, yer dəyişmə. Aha. Yer dəyişmək üçün və ya, bax, yer dəyişmək üçün və yanı yazıram. Yer dəyişmək üçün, bax, x-la y-in, bax, x-la y-in yer dəyişmə adı üstündə də bunların yerini dəyişsək, nəsə mənası dəyişəcək bunların? Y üstəgələ x. Bax, bunun yer dəyişməsində orudur. Bax, oru olan hissə. Burayı isə ənd olan hissəni yazacağım. Hamısını. Təbii ki, hər ikisində də yer dəyişmə. Bu yer dəyişmə, burada adiyyəti var, burada adiyyəti var. Bax, yer dəyişmə. Eyni şey yer dəyişmə qanununda, yer dəyişmədə. Yazıram x konjuksiya y, x konjuksiya y, sonra y konjuksiya x. Burada da heç bir məna dəyişməyəcək. İstəsəniz bunun yerinə vurma işarəsi və yaxud da hansısa bir işarəni yaza bilərsiniz. Yer dəyişmədən sonra gələcək nə? Qruplaşdırma. Bax, burada yenə ortada yazacağım bunu. Qruplaşdırma. Qruplaşdırma da hər ikisi üçün, həm or üçün, həm də ənd üçün. Qruplaşdırmanı da riyaziyyatın qruplaşdırma qanunu kimi düşünsək, bax, yazırıq ki, x dizyuksiya, y dizyuksiya, nə bilim, z. Bax, bu qruplaşdırmada belə idi. Bunu sonra neyini yazılışında? X dizyuksiya y, dizyuksiya z. Bu riyaziyyatda bu cür də qruplaşdırma qanunu, düzdür? Eyni şeyi ənd üçün də yazsaydım ki, x konjuksiya y, konjuksiya z, eyni şeyi açıram, x konjuksiya y, konjuksiya z. Yəni demək istəyir ki, sizə bu qanunlar bu cür düşəndə mötərəzələri özünüz bu qruplaşdırma qanunlarına uyğun olaraq nizamlayın. Yer dəyişmə, qruplaşdırma, bir də paylama. İndi bu paylamada rahatdır. Bax, ortadan yenə yazıram paylama. Paylama qanunu. Paylamanı hər ikisi üçün yazaq. Paylama qanunu. Paylama qanununda yazır ki, x vurulsun konjuksiya, y dizyuksiya z. Adətən mən bunlarda qarışdırıram deyə həmişə bura bir vurma işarəsi qoyuram, burada bir toplama qoyuram ki, gözüm görsün ki, bunun cavabından nəyi ala bilərəm? Bunun cavabından nəyi ala bilərəm? Bunun cavabında da riyaziyyatda da belədir ki, x vurulsun y, üstə gələk, x vurulsun z. Bax, indi eyni şey yazıram ki, x konjuksiya y, üstə gələk, x nədir? Konjuksiya z. Bu riyaziyyatımızda da belə deyildi uşaqlar. Hə? Üstə gələyin əvəzində siz dizyuksiya işarəsini qoya bilərsiniz. İndi mən belə yazmışam, siz bu cür yaza bilərsiniz. Eyni şeydir. Bu or üçündür. Təbii ki, bu da ənd üçün olan hissəsini yazacağım indi. Ənd üçün yazanda da x
konjuksiya, bax bunun tərsini yazırıq. X konjuksiya, Y dizüksiya Z. İndi gəlin mən bura bir üstəgələk qoyum, bura vurma qoyum. Üstəgələk qoyuram, bura da vurma qoyuram. Eyni şeyi bura üçün də yazıram ki, X konjuksiya Y vurulsun X konjuksiya Z. Bax, buradakı paylama qanununda, əndində bax belə bir şey var. İndi deyirsiniz ki, normalda ay müəllim, mötərəzənin içərisindəki, bax diqqətli olun, mötərəzənin içərisindəki konjuksiya həll olardı, Y-i Z-ə vurardıq, alınan nəticənin üstünə də X-i gəlsəydi olmazdı. Neyniyək ki, bunların qanununda da, məntiq cəbrinin qanununda da paylama qanununu bizə bu cür veriblər. Bu biraz adamın beynini qarışdıra bilər. Amma diqqətli olsaq heç də qarışmayacaq. Yəni, or olan bildiyimiz riyazi qanun kimidir. Amma and olan hissəsi X-i Y-ə cəmləyirik. Sonra X-la Z-in cəmlənməsi hər ikisini də bir-birinə olan hasilini tapırıq. Daha sonra De Morgan qanunu bax bundan düşür. De Morgan. De Morgan qanunu. De Morgan qanununda yine burada or üçün var, and üçün var. Or üçün var, and üçün var. Yazır ki, bax, X konjuksiya Y, X konjuksiya Y. Bu X konjuksiya Y-in üzərindən bütöv belə bir xət, yəni X ilə Y-i cəmlə, sonra bunun inkarı. Cəmliyib inkarı. Bunun orada X-in inkarı, bax, X-in öz üzərində inkar. Bu toplama işarəsi olacaq vurma. Yəni konjuksiya olacaq Y-in inkarı. Bu or olan hissəsindədir. İndi baxaq, bir daha diqqət edirik. X ilə Y-in dizüksiyasının inkarı mənə nə verir? X ilə Y-in dizüksiya eləyirəm, sonra inkarı. Dizüksiya eləyəndən sonra inkarı. X-in inkarı, sonra toplamanın inkarı nədir? Vurma, sonra da Y-in inkarı. İndi bunun eynisinin əndini, yəni yazım ki, X konjuksiya Y-in inkarı. Bunun inkarı da eyni ilə X-in inkarı, üstə gələk Y-in inkarı. Bax, bu De Morgan qanunu yadımızda saxlayaq. Yadımızda qalar uşaqlar. Mənə elə gəlir ki, hələ ki adlarını əzbərləsək, əla. Bir dənə beynimizdə paylamanın bu ənd olan hissəsi riyaziyyatla biraz fərqli olduğu üçün biraz bax bu ənd hissəsini də qarışdıra bilərik. Düzdür? Yoxsa çətin gedir. Sonra gəlirik eyni güclülər. Eyni güclülər. Eyni güclülərdə də yenə or olan hissə var, and olan hissə var. Eyni güclülərdə. Yazıram ki, X üstə gələk, X bərabərdir X-in özünə. Yəni, A-nın üstünə, 1-in üstünə 1 gələndə, yəni doğrunun üstünə doğru gələndə mənə nə verəcək? Doğrunu verəcək. Eyni şeyi and üçün də desəydim. Doğru, vurulsun doğru. Mənə doğrunu verirdim uşaqlar. Bəli. İndi mən burada üstə gələk qoymuşam. Siz nədir? Dizüksiyanın işarəsini qoyarsınız. Burada da konjuksiyanın işarəsini qoyarsınız. Eyni şeydir. Sonra gəldik udma olan. Udma. Bunları əzbərləməyimiz lazımdır, bilin. Düzdür, qanun olaraq kitabdakı testlər düşür. Konkret deyim ki, ay buradan bunların hamısı düsturlar düşür. İndiyə kimi bir dəfə, iki dəfə, misal düşüb o da 11-ci sinifin dərsliyindəki udmada. Yenə or üçün olanı deyəcəm. Yazır ki, X üstə gələk, X üstə gələk, X vurulsun Y. X üstə X vurulsun Y. Bərabərdir X-a. İndi uşaqlar, baxaq bura. X-in üstünə gələndə deyir, X üstə gələk, X vurulsun Y. X-i Y-ə vururlar. Düşünək ki, X müsbətdir, yəni 1-dir. 1-i Y-də 0-dır. 1-i 0-a vursam, 0 eləyəcək, 0 eləyəcək. Məntiqlə düşünək, bu tutaq ki, doğrudur, 1-dir. Y-də 0-dır. 1-i 0-a vuranda nə eləyəcək? 0. X 1 idi axı.
1'in üstünə 0 gəlsən 1 eləyir. Hı. X-ın da elə 1 idimi? İndi deyəsiniz ki, müəllim, hardan bildiniz ki, onlar 1, 0-dır? Yaxşı, gəl hər ikisinə 1 qoyaq. 1-i 1-ə vuraram. 1. X-ın 1 idisə, 1-in üstünə də 1 gəldi, yenə 1 elədi. Hı. Aha. Yaxşı, gələk X-a 0 versəydim. Yəni, hansı cavabı versəniz eyni şey olacaq. 0 versəydik. Gəlirəm 0-ı 1-ə vuranda. Eləyəcək 0. 0-ın üstünə də 0 gələndə yenə 0 eləmiş olurdu mu? Buna da deyəcəklər nə? Udma qanunu. Aydındır, yadda qalar. Siz də istəsəniz bunun üzərinə burada dizyuksiya, burada da konjuksiya işarəsini yerləşdirə bilərsiniz. Eyni formasının bunun oruydu. Bu da bunun əndidir. Bu da bunun əndidir. Əndi üçün də vurma yazardım. X vurulsun. X toplama işarəsi. Y yazardım. Burada da mənə nəyi verərdi? X-i verərdi. Burada konjuksiya, burada isə dizyuksiya işarəsini qeyd eləyə bilərsiniz. Udvadan sonra uşaqlar yox edici var. Yox edici var idi. Yox edici. Aha. Yox edici nə edirdi? Məsələn, x üstə gələk 1. X 0 da olsa, nə də olsa bunun cavabı 1 olmalı da. Tutaq ki, x-a 0 vermişsən. 0-ın üstünə 1 gələndə 1 eləyir. X-a 1 versəydin, 1-in üstünə 1 gəlsəydin 1 eləyəcəkdi. Eyni şeyi ənd üçündə. X vurma işarəsi 1 yazmışam. X-i 1-ə vursan, X verərdi, düzdür. X tutaq ki 0 idi. 0-ı 1-ə vuranda 0 eləyir. X-a 1 versəydin, 1-i 1-ə vursaydım yenə də 1 eləyərdi. Başa düşə bildik bunu da. Bu da yenə bunun oru, bu da bunun əndidir. Daha sonra gəldi uşaqlar, yox edicini bildik. 2 qat inkar var idi. 2 qat inkar. 2 qat inkar. 2 qat inkar nədir? Məsələn, x-in inkarı 1 də inkar. X-in inkarı. Yəni, x-in inkarının inkarı. X-in inkarının inkarı. X-in inkarı mənə nə verirdi? X-in inkarını. O da inkarı təkrar verəndə elə mənə qayıdıb x-in özünü vermiş olar. Birin inkarı mənə 0-ı verirdi. 0-ın da inkarı qayıdıb mənə 1-i verirmi? Ona görə də x-i verdi. X-in yerinə 1 qoysaydıq. 1-in inkarı nədir? 0. 0-ın inkarı nədir? 1. Ona görə də qayıtdıq bunu verdik. Bunun oru var. Oru var. Amma əndi yoxdur 2 qat inkarı. Sonra nə qaldı görəsən? Gözləyin, görün, bir dənə kitabı götürün, baxın bir dənə, bircə saniyə. Yer dəyişməni dedim, qruplaşdırma, paylama, demarqon, eyni güc, udma, oydu, hardan hara tullamışam, yapışdırma qalıb, tamamlayıcı, təsirsiz element, 3 dənəsini deməmişəmmiş. Bay. Yapışdırma. Bunun nəzəriyyəsinə 11-ci sinifin dərsliyindən baxacaq. Yapışdırmada. Bu or üçündür. X vurulsun Y. Daha sonra toplama işarəsi. X-in inkarı vurulsun Y bərabərdir Y. Bu olacaq yapışdırması. Yəni or. Eyni şeyin əndini yazıram. İndi izah eləyəcəm. X üstə gələk Y. X üstə gələk Y. Daha sonra vurma işarəsi. X-in inkarı üstə gələk Y. O da bərabər olacaq nəyə? Y-in özü. İndi bunların hər birinə fərqli-fərqli ifadə versəniz belə, həqiqətən də gəlib ödəyir. Məsələn, X-ə verirəm 1. 1-in inkarı mənə nə verəcək? 0-ı. 0-ı tutaq ki, Y hər ikisindən də gəlin 0-a verək. Bax, X-a da 0 verirəm, Y-ə də 0 verirəm. 0-ı 0-a vuranda mənə bura 0 verəcək. Sonra gəldim. Bu 1-in inkarı mənə nəyi verirdi? 0-ın inkarı mənə 1-i verirdi. 1-i 0-a vuranda 0. 0-ın üstünə 0 gələndə yenə 0 eləyirmi? Y-im də 0 idi uşaqlar. Aha. Gəldik, yaxşı. Hər ikisindən birinə X-a məsələn 0, Y-ə 1 verək. Məsələn deyirəm, Y-ə 1 verdi.
Gəldik. 0-ı 1-ə vuranda. 0-ı 1-ə vuranda 0 elədim. Sonra 0-ın inkarı mənə 1-i verir. 1-i də 1-ə vursam, y-in 1-də axı, 1-i də 1-ə vursam 1 eləyir. 0-ın üstünə 1 gələndə 1 elədi, y-in də 1 idi. Dəyişib yenə də formasını dəyişsəniz eyni şeydir. Eyni şey and içində keçərlidir. Bu or idi, bu da and üçün keçərlidir. Daha sonra nəyi yapışdırmam dedim? Tamamlayıcını demişdim. Xeyr. Tamamlayıcını deməmişəm. Bay bay. Aha, yazırıq tamamlayıcı. Tamamlayıcıda. Tamamlayıcıda x üstə gələn x-in inkarı bərabərdir 1-ə. X vurulsun x-in inkarına. Bu da olmalıdır 0. X-i bax 1 götürün. 1-i üzərinə 0 gəl, yəni 0, 1-in inkarı 0, 1-in üstünə 0 gəlsəm mənə 1 verəcək. X-a 0 götürək. 0-ın üstünə 1 gəlsəm yenə 1 verəcək. Məntiqin tutabilirik. Hə? Özümüzdən, beynimizdən true və false cavablar. Gəlirik and olan hissəsinə. Buna 1 ver. X-a 1 versəydim. 1-in inkarı 0-a vursam 0. 0 versəydim 0-ın inkarı 1 eləyirdi, 0-ı 1-ə vuranda 0 eləyir. Deməli, tamamlayıcıda da cəmləmədə 1 verir, nədir, hasildə isə 0 vermiş eləcək. Bir dənə qaldı təsirsiz, təsirsiz element. Aha. Təsirsiz elementdə də x üstə gələk 0. X üstə gələk 0. Bu bizə hökmən 0 x-i verməlidir. Çünki x-a bax 1 versəm 1 verəcək. X-a 0 versəm 0 verəcək, x-im də x-dir. Sonra gəldik. X-i vursam 1-ə. X-i 1-ə vursam x verəcək. Niyə? X-in yerinə 1 qoysaydım, 1-i 1-ə vuranda 1. X-in yerinə 0 qoysaydım, 0-ı 1-ə vuranda 0 eləyəcəkdi, x-in də qiyməti 0 idi. Deməli, uşaqlar, məntiq cəbrinin əsas qanunlarının bütün qanunlar demək olar ki, bir-bir baxdıq hamısına. Burada bizi çaşdıra biləcək bir dənə yapışdırma qanunu ola bilərdi biraz. Bir də ki, paylamanın o hissəsində. Qalan hamısı, bütün hamısı demək olar ki, rəqəm yerinə qoymaqla tapa bilirik rahat şəkildə. Qoy baxım görüm hamısına bir də təkrar demişəmmi? Bu hissələr heç. Yer dəyişmə, qruplaşdırma, paylama, demorqan, eyni güc, udma, yox edici, 2 qat. Yapışdırmanı demişəmmiş ki. Aha. Yapışdırma, tamamlayıcı, təsirsiz element və yoxuducu ilə inkar. Hə, onu da dedim, onu da hamısını demişik. Bu da belə. Bax, elə 11-ci sinifin dərsliyində, məsələn, belə bir sual var. Yazıb ki, A, sonra üstünə A gəlib, sonra üstünə A vurulsun B-nin inkarını, bax, A vurulsun B-nin inkarı. Sonra onun üstünə gəlib A inkarı vurulsun B, sonra bunların 2 qat inkarı. İndi bu ifadəni biz sadələşdirməyimiz lazımdır da. Bax, bu ifadəni sadələşdirməkdən ötürü gəlin bunların üzərinə rəqəm şeylərin yazaq. Bax, bu üstə gəlmədi, bu da üstə gəlmədi, bu vurmadır, normal bildiyimiz vurma işarəsidir. Bu üstə gəlmədi, bu da vurma işarəsidir. İndi gəlin yavaş-yavaş biz bunları sadələşdirək. Bunları sadələşdirməkdən ötürü birinci olanlar olduğu kimi qalır. A, üstə gələk, bax, üstə gələk yazdım. Yenə A, üstə gələk. Aha, A-nın, bax, bayaqları dedik. A-nın inkarı mənə, elə burada A-nın inkarını verəcəkmi? A-nın inkarı. Vurma olacaq toplama, bir də B-nin inkarı. Biraz öncə biz bunlarda Demorqan qanununda yazdıq. Bax, bunlar. Bir dənə gözlə, Demorqan qanununa qaydım. Bax, burada yazmışıq mı bunları? Görə bilirik yəqin ki, hə? Eyni şeyi bax bizə veriblər. Misalın içərisində onu tətbiq elədim. Qeyri-adi heç bir şey eləmədim. Daha sonra üstə gələk olduğu kimi, bax bu üstə gələk olduğu kimi qalacaq. A-nın inkarı verib. Bax mənə A-nın inkarı, A-nın 2 qat inkarı elə mənə A-nın özünü verər. İnkarım verməz mən.
Niyə? A-nın 2 qat inkarını verir. Bax, A-nın inkarı, inkarının inkarı sənə nə verir? Bax, buranı deyirəm, baba buranı. Bax, A 1 idi. Ya bir dənə düşün, A 1 idi. 1-in inkarı nədir? 0. 0, 0-ın inkarı nədir? 1. 1 ilə A-nın özü deyildi. Bəli. Yaxşı, A-nın yerinə 0 qoysaydım. 0-ın inkarı nədir? 1. 1-in inkarı nədir? 0. 0. Deməli, A-nın 2 qat inkarı ilə mənə A-nın özünü verir. Bəli. Gedək bir dənə zəhmət olmasa 2 qat inkarımıza baxaq. 2 qat inkarımıza bax. Gətirib x-i vermişdimi? Fərqi nədir ki? Orada da A verib. X əvəzinə A verib. Başa düşə bilirik. Hə, başladı. Bax, bu vurma işarəsi nə olmalıdır? Toplama. B də B-nin inkarı kimi düşməlidirmi? Hə? Bəli, Qoy bunu. bəli. İndi bax, təbii ki, biz bunlarda bərabərlik qoyub yazmalıydıq. İndi baxıram ki, demək olar ki, hamısı nə oldu? Bunların hamısı bir dənə gözdə görüm. Bu toplama, düzü işarə elədimmi? Toplama. Sonra gəldi. Aha, toplama. Hə, misalın özündə burada səhv yazmışam. Bu da toplamaymış uşaqlar. Bu vurma olduğu kimi bu da toplamaymış. Bunun özü misalın özündə toplamaymış. Bu toplamadırsa burada bu olacaq nə? Vurma. Düz Vurma. deyil. Olmalıdır bu vurma. İndi gəlirəm, baxıram ki, hamısı toplama, bir dənə B-nin inkarında vurma var. İndi gəlin biz bunları biraz sadələşdirək. Gəl məntiqlə düşünək. Fikir versək ki, buradan mən nəyi, A var. A-nın üstünə A gəlsəm neçə verər? Hə? Elə 1 eləyəcək də A verəcək. Bilə A verəcək. Yaxşı, bu A-nın üstünə bu A Bu biri də 0'dır, o da 1 verəcək. nə? 1 verəcək də. O 3 dənə A gətirib bizə 1 verəcək. Biri inkarla olan. Bunu deyirsən? Müəllim, o 2A verdi bizə 1'i. Bu Sonra biri bir 2A dənə sənə A-la. nə bildin ki, 1'i verir? Bu 2A sənə A-nı verər. A-nın Hep A-nı A gəldim, A verdi. verər. Çünki A bilmirsən axı 1'dir ya 0'dır. Düz deyil. 1 olsaydı Bəli. 1 verməliydi, 0 olsaydı 0. Ona görə də A-nın üstünə A gəndə A verdi. Üstə gələk A-nın inkarı, üstə gələk B-nin inkarı, üstə gələk A, vurma işarəsi B-nin inkarı qaldı yerində. Hə? Bəli, İndi bəli. buradan da baxsam, A-nın üzərinə A-nın inkarını gəlsəm, mənə nə verər? 1'i vermiş olar. Bəli. A-dır 1. 1'dirsə. 1'in üstünə 0'ı gəlsən, yenə 1'i verəcək. Yenə də A-nın üzərinə A-nın inkarını gəlsə, yəni demək istəyirəm ki, mənə yenə də A-nı verəcəkmi? Bəli. Bax, bura. Bura mənə yenə verir A-nı. Üstə gələk B-nin inkarı. Üstə gələk A, vurma işarəsi B-nin inkarı. İndi bunların hər ikisindən də B-nin inkarını mötərizə xaricinə çıxarda bilərəm. Bəli. Yazıram burada B-nin inkarını mötərizə xaricinə çıxardıram. Yazaram ki, A üstə gələk A-nın nəyi? A üstə gələk A. İndi uşaqlar, A-nın üstünə A da gələndə mənə nəyi verirdi? Elə A-nı. A-nın özünü verirdi də, düzdür. İndi buradan bərabərlik işarəsi qoyaq. A-nın üzərinə A gələndə elə bizə A-nı verirdi. Yazıram B-nin inkarı vurulsun A. Biz bunu qanunla birləşdirdik. A. B-nin inkarı bizə A-nı verirsə, indi gələk baxaq görək. Tutaq ki, hər ikisinə də 1 vermişəm. Hər ikisinə 1 vermişəm. Bu 1'dir. Bax, bu da 1'in inkarı mənə nəyi verir? 0'ı. 1'i 0'a vuranda 0 elədi. Daha sonra 1'i 0 versəydim, birinə 1, birinə 0 verməliydim. Hə, bu 1, burada 0. 1'i 0'a vuranda, 1'i 1'ə vuranda 1 verirdi. Sonra buna 0, buna 1 götürsəydim.
Sıfırı 1-ə vuranda da 0 verirdi. Buranın da cavabı bizə nəyi verməli idi? Misal elə olduğu kimi qalır ki, niyə? Müəllim, bir dənə orada başa düşmədim ki, siz bir inkarı çıxartdınız mötərizə Hə. xaricini. Orada vurma deyil axı.